Neotek tövsiyə edir. Elektrik naqilləri alarkən diqqətli olun. Üzərində dördlü yazılan naqil simi azaldılaraq 2,5'lik kimi, 100 metr naqil isə 90 metr kimi satıla bilər. Saxta naqillər yanğın törədə bilər. Neotek tövsiyə etdi. Hər səhər yeni bir sehrlə açılır. Bu sehr bəzən mətbəxinizdə gizlənmiş olur. Ukraynadan mətbəxinizə qayğı və sevgi ilə gələn Karovuşka kərə yağları hər yeməyə ləzzət qatır. Karovuşka, Ukrayna təbiətinin sehri. 4 fevrala qədər Almarketdə qənaəti hiss et. Hani bebiş uşaq bezi çeşidləri 35% endirimlə 5 manat 60 qəpik deyil, 3 manat 59 qəpik. Dörtlü antik plastik saxlama qabı 1 manat 99 qəpik deyil, 1 manat 49 qəpik. 150-160 qram ülkər şirniyyat çeşidləri 2 manat 79 qəpik deyil, 2 manat 19 qəpik. Almarketə gəlin, sərfəli fürsətləri qaçırmayın. Hər səhər yeni bir sehrlə açılır. Bu, Ukrayna təbiətinin sehri. Supermarketiniz Bazar Store'da həftə sonu endirimləri 29 yanvar 1 fevral tarixlərində yerli almanın kiloqramı yalnız 89 qəpik. 400 qramlıq şah çay 10 manat 99 qəpik deyil, sadəcə 7 manat 49 qəpik. 900 milli Selskaya qarğıdalı yağı 4 manat 19 qəpik deyil, sadəcə 3 manat 49 qəpik. Həm Bazar Store, həm də onlayn marketinizdə. Buyurun dostlar, Bazar Store'a buyurun. Metak, qışı da yay kimi yaşa. Təsir dairəsi efiri çox gərgin keçəcək. BNT analizinə görə ailələr aylar sonra üz-üzə gəldilər. Mən nə bildim axırı gətirməyəm bu yerə, bu aşağı. Evlərinin bütün materialı bizim köhnə evin materialı. Gəlin qaynananı, qaynana gəlini ittiham etdi. Mənim səhvim varsa məni niyə bağışlayır? İndi nə etsən burada sən? Hansı tərəf haqlı çıxacaq? Belə gəlin qaynana münasibəti olarmı ki? Yayımın baş sponsoru Predo uşaq bezləri. Xüsusi sponsorları Swiss Neo uşaq qidaları, nevroloq Jalya Qarayeva, Sənan Xan Kişiyev diş implantasiya mərkəzi. Sponsorları İstanbul NS Klinikasının endokrinoloqu Sevinç Əhmədova, cərrah oftalmoloq Günay Əliyeva, tibb üzrə fəlsəfə doktoru, invaziv radioloq İlyas Həsənov, gastroenteroloq, hepatoloq Nazlı Qasımova, kardioloq, aritmoloq Günay Rəhimova, Uniklinikanın travmatoloq ortopedi Vüqar Mürşüdlü, lor estetik cərrah Türkan Şəfiyeva, allergoloq, astma və allergiya həkimi Gülnar Quliyeva, Boulevard Medical Center, cərrah mama ginekoloq Yeganə Əliyeva, Uniklinikanın uzman fizioterapevt və reabilitoloqu Nəzir Rızalı, Narınc Psixologiya Mərkəzi, İstanbul NS Klinikasının ürək-damar cərrahı Dr. Kamal Ağarzayev. Təsir dairəsi. Bugün 15:45-də Xəzərdə. Xəzər axşamı həftə sonunu da maraqlı tapıntılarla başa vuracaq. Sevda Əli qızı mərhum xalq artisti Səməd Səmədovdan sonra Üzməməni bilə-bilə, dərdlərimi sevən qəlbim. Səmədin son duet ortağı olan Rəhilə Əliyeva sənətkarın sağlığında işıq üzü görməyən hansı duetlərini təqdim edəcək. Xoş sabahlar bizim olsun, arzularımız gün olsun. Açıq yollar bizim olsun, sevinç verir səmin olsun. Sümüyə düşən ifalarıyla yanaşı gözəl rəqsləri ilə də sevilən duet ortaqları Ürhan və Gülanə ilk dəfə Xəzər axşamında olacaqlar. Efirlərdə çox da görünməyən Nəbadə ifasıyla çox sevilən repçi Dəli Yazar Xəzər axşamına gəlir. Gözümdə büyüttüğüm biri silmiş beni yüreğinden ve ben bu sevda yollarında yalnız kalmışam. Xəzər axşamı bu axşam 18:20-də Xəzərdə. Yayımın xüsusi sponsorları Azər Lotereya, Evrolux mağazalar şəbəkəsi, Trimetavit və Terburofen şərbətləri. Sponsorları Bizim Ev Mebel şəhəri, Slavyanka suları, Lodi uşaq bezləri, İdə parfüm, Oilin, profesional saça qulluq vasitələri.
Yayımın sponsoru Bafuri kapsulları. Xəyanət bu axşam saat 22-də Xəzərdə. Bu həftə Azərbaycan estradasının pop divası Aygün Kazımovanın özəl günündən evdəkilərə salam dedik. Aytekinlə və Aygünlə bütün evdəkilərə salam olsun. Onun olduğu yer səhnədir. Başdan ayağa musiqi ikonasıdır. Təkrar olunmaz, əvəzsiz xalq artisti Aygün Kazımova. Sənin ətrini özlədim hər gecə. Gəl son dəfə qucaqlaşaq gizlicə. Show biznes gündəmini alt-üst edən, hər anı xatirəyə çevrilən möhtəşəm gecənin ən yadda qalan məqamları. Gecəmizə xoş gəldiniz. Günəşəm yoxsa ayam mən, gündüzəm ya gecəyəm. Dostların sevgi dolu etirafları. Hər zaman belə qal. Mənim marşmaylam. Özəl açıqlamaları. Bu üslubda çalışan sənətçilərə Aygün Kazımova zirvəsi arzulayırıq. Amma Aygün Kazımovaya nə arzulayaq adam çaşır qalır. Eksklüziv olaraq evdəkilərə salamda. Sabah 18-də Xəzərdə. Heç bir xəritə işləmir, heç bir navigator işləmir. Sən hara tələşirsən? Qaç edirəm gedirik. Siz hara gedirsiniz? Bu erməni nömrəsi ilə ki. Bir də səhv yazsa, sizi ümumiyyətlə buradan geriyə göndərəcəyik. Biraz qabağa versəydi o. O, yavaş yavaş. İstəyirəm sevim buranı, çətinlik görürəm sadəcə. Uzaq görən bazar günü 16-da Xəzərdə. Yayımın sponsorları CF Moto Azərbaycan, Moto Geyim və Aksesuarlar mağazası Motobaz. Son illərin ən çox satılan tamaşası Dorian Gray'in portreti yenidən Heydər Əliyev sarayında 28 fevral saat 19:00-da. Ziya Ağa, xalq artisti Vidadi Həsənov, əməkdar artist Firdovsi Atakişiyev, Aksana Rəsulova, İlhamə Qasımova, Tural Rıza kimi tanınmış teatr aktyorlarının ifasında əsl modern teatr gecəsinə hazır olun. Biletləri iTicket.az və şəhərin bütün kassalarından əldə etməyə tələsin. Yayımın baş sponsoru Predo uşaq bezləri, xüsusi sponsoru Karovuşka kərə yağları, sponsorlar İdə parfüm, Beta Tea, San Palermo premium günəbaxan və qarğıdalı yağları, Aşrafi basmati düyüləri. Ondan sonra beləyəm. Yayımın baş sponsoru Predo uşaq bezləri, xüsusi sponsoru Karovuşka kərə yağları, sponsorlar İdə parfüm, Beta Tea, San Palermo premium günəbaxan və qarğıdalı yağları, Aşrafi basmati düyüləri. Bəzi tədqiqatçılar məndə sığar iki cahan ifadəsini düzgün saymayıb, məndə sığar ikən cahan deyirlər. Amma burada necə oxunmalıdır, yox nəyə görə oxunmalıdır sualı olmalıdır. Söhbət dilimizin qurucularından biri olan İmadəddin Nəsimidən gedir. İnsan tarixində milli kimliyin başlanğıc nöqtəsi danışan yox, yazılan dildir. Dilimizi yazıya çevirib onu kitab edən Nəsimi olub. Ondan əvvəl söz parça idi, nağıl idi, qəzəl idi. Ondan sonra isə dil kitab oldu, bütövləşdi. Amma Nəsimi sadəcə olaraq ilk deyildi, o həm də ən dərin idi. Sözü yazıya salmaqla fikrini insanlara çatdırdı. Onun üçün məna təhlil yox, hiss idi. Fəlsəfə gördüyümüz xətt və nöqtələrin vəhdəti idi. O hesab edirdi ki, insan özü bir kainatdır. Nəsimi içimizdə olan ən ciddi sualların cavabını verir. Kiməm? Hardan gəlmişəm? Bədənim mənəmmi? Bizim türk, fars və ərəb dilli şeirimizin 1200 illik tarixində Nəsimi qədər sual verən ikinci şairimiz yoxdur. Bu suallar 600 il əvvəl bədən Allahın əmanətidir deyən bir şairin cavabıdır. Və burada artıq bir bədəndə neçə cahanın yerləşməsi önəmli deyil. Önəmli odur ki, İmadəddin Nəsimini oxumaq lazımdır.
Xəzər axşamı həftə sonunu da maraqlı tapıntılarla başa vuracaq. Sevda Əli qızı mərhum xalq artisti Səməd Səmədovdan sonra heç kimləmi duet oxumadı. Səmədin son duet ortağı olan Rəhilə Əliyeva sənətkarın sağlığında işıq üzü görməyən hansı duetlərini təqdim edəcək. Xoş sabahlar bizim olsun, arzularımız kin olsun. Açıq yollar bizim olsun, sevinç bir sənin olsun. Sümüyə düşən ifaları ilə yanaşı gözəl rəqsləri ilə də sevilən duet ortaqları Ürhan və Gülanə ilk dəfə Xəzər axşamında olacaqlar. Efirlərdə çox da görünməyən, Nəbadə ifasıyla çox sevilən repçi Dəli Yazar Xəzər axşamına gəlir. Gözümdə büyüttüğüm bir silmiş beni yüreğinden ve ben bu sevda yollarında yalnız kalmışam. Xəzər axşamı bu axşam 18:20-də Xəzərdə. Yayımın xüsusi sponsorları Azər Lotereya, Evrolux mağazalar şəbəkəsi, Trimetavit və Terbrofel şərbətləri. Sponsorları Bizim Ev Mebel şəhəri, Slavyanka suları, Lodi uşaq bezləri, İdə parfüm, Oilin, professional saça qulluq vasitələri. Yayımın sponsoru Bafuri kapsulları. Xəyanət bu axşam saat 22-də Xəzərdə. Hər klik bir seçimdir. Amma bəzən bu seçim təhlükəyə çevrilir. Nəzarətsiz pirat mənbələr uşaqlara zərərli təsir göstərə bilər. Keyfiyyətsiz siqnal, yarımçıq izləmə. Pirat xidmətinin reallığı budur. Ucuz görünən xidmət çox vaxt səni məyus edir. Bəzən bu seçim yalnız vaxtını deyil, pulunu da aparır. Pirat yayım qanunsuz və təhlükəlidir. Həll sadədir. Yalnız rəsmi, lisenziyalı mənbələrdən istifadə et. Unutma, pirat yayım təkcə qanun pozuntusu deyil, həm də ölkən iqtisadiyyatına zərbədir. Azərbaycan Respublikası Audio-Vizual Şurası. Pirat yayımla mübarizə birgə məsuliyyətdir. Neotek tövsiyə edir. Elektrik naqilləri alarkən diqqətli olun. Üzərində dördlü yazılan naqil simeas aldılaraq 2,5'lik kimi, 100 metr naqil isə 90 metr kimi satıla bilər. Saxta naqillər yanğın törədə bilər. Neotek tövsiyə etdi. Əvvəllər dərin qıcıqlananda ağlayırdım. İndi isə gülümsüyürəm. Çünki anamın Bepanteni var. Məndə isə bişməcə yoxdur. Bepanten bişməcələri müalicə edir. Axı onun tərkibində vitamin B5 və dərini bişməcələrdən qoruyan ən yaxşı ingrediyentlərdən olan lanolin var. Bepanten bişməcələrin müalicəsi üçün. Supermarketiniz Bazar Store edərsə, inanın, 28 yanvar 4 fevral tarixlərində edəcəyiniz 25 azayın və daha artıq alışverişlərdə 400 qramlıq Paşa Premium Earl Grey çay yalnız 5 manat 35 qəpik. Həm Bazar Store, həm də onlayn marketinizdə. Pişiyinizin qayğısına qalmaq ömürlük məsuliyyətdir. Mükəmməlləşdirilmiş Purina One qidası ilə dəyişikliyi 21 günə görə bilərsiniz. Əla iştah və yüksək enerji sağlam həzm üçün bağırsaq mikroflorasını yaxşılaşdırır. Işıldayan tük örtüyü və parlaq gözlər. Purina One 21 günlük sınağı yoxla.
Metak. Qışı da yay kimi yaşa. Təsir dairəsi efiri çox gərgin keçəcək. DNT analizinə görə ailələr aylar sonra üz-üzə gəldilər. Mən nə bildim axırı gətirməyəm bu yerə Başa. Evlərinin bütün materialı bizim köhnə evin materialıdır. Gəlin qaynananı, qaynana gəlini ittiham etdi. Mənim səhvim varsa məni niyə bağışlayır? İndi nəsən burada sən? Hansı tərəf haqlı çıxacaq? Belə gəlin qaynana münasibəti olarmı ki? Yayımın baş sponsoru Predo Uşaq Bezləri. Xüsusi sponsorları Swiss Neon Uşaq Qidaları, Nevroloq Jalya Qarayeva, Sənan Xan Kişiyev Diş İmplantasiya Mərkəzi. Sponsorları İstanbul NS Klinikasının endokrinoloqu Sevinç Əhmədova, cərrah oftalmoloq Günay Əliyeva, tibb üzrə fəlsəfə doktoru, invaziv radioloq İlyas Həsənov, gastroenteroloq, hepatoloq Nazlı Qasımova, kardioloq, aritmoloq Günay Rəhimova, Uniklinikanın travmatoloq ortopedi Vüqar Mürşüdlü, lor estetik cərrah Türkan Şəfiyeva, allergoloq, astma və allergiya həkimi Gülnar Quliyeva, Boulevard Medical Center, cərrah mama ginekoloq Yeganə Əliyeva, Uniklinikanın uzman fizioterapevt və reabilitoloqu Nəzir Rızalı, Narınc Psixologiya Mərkəzi, İstanbul NS Klinikasının ürək-damar cərrahı Doktor Kamal Ağarzayev. Təsir dairəsi. Bugün 15:45-də Xəzərdə. Neotek tövsiyə edir. Elektrik naqilləri alarkən diqqətli olun. Üzərində 2,5'li yazılan naqil simi azaldılaraq 1,5'li kimi, 100 metr naqil isə 90 metr kimi satıla bilər. Saxta naqillər yanğın törədə bilər. Neotek tövsiyə etdi. Fevrala qədər Almarketdə qənaəti hiss et. 400 qram Paşa Premium Earl Grey çay 40% endirimlə 9 manat 99 qəpik deyil, 5 manat 99 qəpik. 720 qram bizim Bostan tomat pastası 2 manat 95 qəpik deyil, 2 manat 59 qəpik. 1 kiloqramlıq bizim süd kərə yağı 82,5%, 28% endirimlə 20 manat deyil, 14 manat 49 qəpik. Almarketə gəlin, sərfəli fürsətləri qaçırmayın. Supermarketiniz Bazar Store'da dəniz məhsulları Türkiyədən birbaşa Bazar Store'a hər həftə Türkiyədən gətirilən təptəzə balıq çeşidləri və bir çox dəniz məhsulları Xətai Bazar Store'da satışda. Bazar Store edərsə inanın. Buyurun dostlar, Bazar Store'a buyurun. Metak. Qışı da yay kimi yaşa. Hələ də inana bilmirəm Tahirin şəhid olmağına. Özümüzü ələ almalıyıq. 2 saat sonra döyüş tapşırığını icra etməyə gedirik. Qrupa bölünüb kəşfiyyat aparmalıyıq. Tahirin də o biri şəhid qardaşlarımızın da qisasını alacağıq. Əskər, bu şərəfli yolun sonu qələbədir. Öldü var, döndü yoxdur. Oldu. Müharibəyə getdiyin dedi. Vəsayda nə dedi? Qızın sarsılmağı gözümün qabağına gedir. Sağ-salamat qayıt gəldi. Dünən də o əskərin şəhid olmağı mənə çox pis təsir edir. Qürur duymaq lazımdır Güntəşim. Əmin çox uzaqdadır. Biraz uzaqdır. Aydan dayan bir dəqiqə. Sonra Aydan dayan. Aydanı oğlanla gördüm. Nə oğlanla? Bəlkə nəsə anlaşılmazlıq olub, evlə zadla bağlı nəsə bəlkə. Mən nə danışdığımı çox gözəl başa düşürəm. O uşaq da döyüşdədir. Sən ona burada qardaş olmalısan, Yox bir qardaş. Sən dedim Aydana sözünü alanda gəl mənə de, eləmə belə. Sıxla da bu dili bir də, sıxla da. Hərəkət var. Uzaqlarda yanıb sanan ulduzlar belə bu hekayənin şahidi kimi səmaya baxır. Amma müharibənin qaranlıq xatirələri gələndə bu sükut daha da ağırlaşır. Qardaş andı. Bu axşam saat 23-də Xəzərdə. Ev gördüyə də gələ bilmədim. Hələlik bu hədiyyəni məndən qəbul et. Nədir Talib müəllim, bu kubokdur? Güldandır, vaz da deyirlər. Pulun olmayan vaxtı bunu kim satdı sənə? Bir dəfə indi səhv elədim, maşinliklər allatdı məni, ev tutdu da əlimizdən. Hər dəfə gələn mənim başıma vurasınız.
Yola yavaş bak edəm. Hesabı da öyrəndim, 48 manat edir. Evsiz olmağın bu şeyi pisdə Qasım. İndi mən evdə 48 manata aş dəmləyərdim. Özə düz 3 gün 3 gecə yeyərdik. İndi bildim də, bir dəfə səhv elədim, allandım, ev çıxdı əlimizdən. Bax, bu evin haçarı. Kənd cəmaatı yığıldı, sizə bir ev aldı. Nə danışsan? Ev dedi qoşu. Ağlayırsan? Ağlamıram, ey Qəmər. Elə bil ki, qəhər məni boğur. Heç bir övlada arzulamıram ki, atasının ağlamağını görsün. Yayımın xüsusi sponsorları Qardaşlar Mebel, QX Məişət Texnikası, sponsorlar Permalit Boyaları, Oxu Tədris Mərkəzi, Qaysı Lunch, Central Klinik, ECS, Xaricdə Təhsil Mərkəzi, Kənd Havası, Sabah, saat 20-də, Xəzərdə. Deyilənə görə